o insanlar ki, kim yaxına hər hansı bir əməklə məşğuldur. Biz demişik bunu, sazdardır, zərgərlərdir. Müasir dövrdə mütaliə ilə məşğul olan insanlardır və ya həmin belə deyək də layihələri çəkənlərdir. Bunlar hamısı gözlərimizdə dediyimiz kimi bütün mexanizmlər adaptasiyaya uğrayır və eyni zamanda görməmiz də adaptasiyaya uğrayır. Əgər bizə mütəmadi olaraq yaxına zəhmət çəkilirsə, bizim gözlərimiz başlayır mənfiyə doğru getməyə. Mənfi refraksiya gözdə elə bir şərait yaradır ki, uzağa görmə pisləşir müəyyəndərsə də, amma yaxına görmə qat-qat aydınlaşır. Belə insanlar ümumiyyətlə böyüdücü şüşədən istifadə etmədən tüklərin kökünü belə görə bilirlər. Xanımda nə baş verib? Yəni biz yaşlaşdıqsa, biz keçən dəfə danışmışdıq. Bizim bildurumuzla başlayır yaşlaşmağa. Bildurumuz sərtləşir və silyar əzələ deyilən bir əzələ var. Bizim gözümüzdə həm uzağa, həm yaxına görmə imkan verən. Həmin əzələ artıq bizim bildurumuza təsir edə bilmir. Çünki daha sərtdir və başlayır problemlər yaxına görməklə. Amma xanımda nə baş verib? Xanımda refraksiya biraz da irəli gedib, yəni ki, bildur bir qədər də bərkiyib və artıq həm yaxına, həm uzağa görmədə problem başlayıb. Çünki normalda, məsələn, yaşlı insan 3 dioptriyə qədər yaxına pozuntu olur görmədə və 3 dioptriya eynəklə tam rahat görə bilir. Amma xanımda baxın, 3 yarıma da artıb və 1 yarım refraksiyada əlavə gəlib uzağa görmədə. Bu o deməkdir ki, xanımın bildurunda artıq mirvari suyu başlayıb. Çünki gözün bildurunun nüvəsi bulanmağa başlayanda və sərtləşməyə başlayanda həmin məqamda refraksiyon pozuntular artıq uzaq görməyə təsir etməyə başlayır. Və xanımda hal-hazırda o ikiləşmə dediyi bir hal var ki, ikili görür, kölgəli görür. Bu da yenə də dəlalət edir gözdəki bildurun nüvəsinin bulanmasına. Ona görə mən xanıma tövsiyə edirəm, bir dənə müayinədən keçsin və belə hallarda kim ki, həm müsbət eynəyi uzağa, həm yaxına taxmaq məcburiyyətindədir. Mən həmişə deyirəm ki, yəni bu 2 dənə eynəklə mütəmadi olaraq oynamaq o qədər də yaxşı bir şey deyil. Ən gözəli əməliyyat elətdirmək, çünki bunun məntiqi sonu məhz əməliyyatdır və eynəyi, belə deyək, bir dənə eynək taxmaq yaxınsa və ya istəsələr müasir billurlar var artıq, difraksiyon billurlar, trifokal, həm uzağa, həm yaxına görmə imkanı verir. Yəni siz artıq cavanlıqdakı kimi görə bilərsiniz. Gözlə burun boşluğu arasındakı kanala. Göz yaşı kanalı. Ümumiyyətlə, göz yaşı kanalı burun axarlarına açıldığına görə ən çox vaxtı biz göz yaşı kanalının, yəni artıq belə deyək də, uşaqlarda yox, yaşlı insanlarda müşahidə edəndə burada burun çəpəri problemləri olur və burun selülit qişasının iltihabi prosesləri, xronik rinitlər və s. Ona görə həmişə ilk öncə belə bir xəstəyə müraciət edəndə mən ilk öncə lor həkimlərinə, yəni burun qulaq boğaz həkimlərinə göndərirəm konsultasiyaya. Bəzən əgər ehtiyac olursa biz kompüter tomografiyası edirik, yerli toxumaları qiymətləndirmək üçün və əgər burada hər hansı bir problem, patologiya aşkarlanırsa, mən həmişə şərt qoyuram ki, bizim müalicəmizlə birgə lor həkimində müalicəsi getməlidir. Çünki problemin kökünü həll etmədən əlaməti həll etməyə effekt vermir. Yəni biz onsuz da o kanalı açırıq. Yəni mütəmadi olaraq belə bir xəstəyə müraciət edirik. Çünki göz yaşı, axmaq və s. çox tez-tez rast gələn problemdir müasir dövrdə və daha çox yaşlı insanlarda müşahidə olunur. Və hər zaman yəni kanalı açırıq, amma yenə də xəbərdar edirik ki, bu problemin kökü həll olmalıdır, göz yaşı kanalı yolmalıdır, iş düzəlmir. Və əgər belə deyək də, tam atreziya, yəni kanalın tam bağlanması baş verirsə, o zaman biz yeni bir kanal formalaşdırırıq. DCR deyilən bir əməliyyat var, xüsusi boru yerləşdirilir və onun üzəri ilə yeni bir kanal formalaşdırır, hardasa 6 ay ərzində. Sonra biz o borunu götürürük və artıq normal fəaliyyət göstərən yeni bir kanal olur, göz yaşı kanalı. Qorxu. Mən ümumiyyətlə xoşuma gəlmir nə vaxt valideynlər gətirirlər uşağı. Bax, indi həkimə deyəcəm, sənə iynə vuracaq. Yəni, xaricdə, məsələn, uşağı qorxuzurlar, nə bilim, xoxanla falan belə şeylərlə, hər hansı bir mifik bir... Qəhrəmanlarla, bəli. Bizdə nəyə görsə həkimlə uşağı qorxuzurlar. Bəli. Və elə bir məqam yaranır ki, yəni uşaqlar həkim otağına girəndə, həkim ağ xalat görəndə məcburən elə bir ki, onlara kimsə təsir edir, başlayırlar ağlamağa, qışqırmağa, çığırmağa, mən qaçıb getmək istəyirəm. Yəni, bəzən də oradan da məcbur oluram, xalatı çıxardım, yəni belə deyək də, bizim mülki geyim hesab edirik də, yəni adi uniformasız uşağa baxın ki, o uşaqda bir
xof var, bir qorxu var və bunda bir tərəfdən həm valideynlər günahkardır, o birisi tərəfdən bəlkə həkimlərin də günahı var. Yanaşma nöqteyi nəzərdən nə cür yanaşılmalıdır uşağa və uşaqlıqdan bu beyinə yeridilən bir həkim qorxusu əlbəttə ki, bu böyüyən insanda istər-istəməz hansısa komplekslərə çevrilə bilər, hansısa fobiyalara çevrilə bilər və bir balaca həm də yəni deyirəm məlumatlandırmaq, yəni informasiya vermək. Düzgün məlumat vermək. Bu nöqteyi nəzərdən siz yəni bu işi görürsüz və bu kütləvi informasiya vasitələrinin borcudur ki, xəstələri, vətəndaşlarımızı xəstəliklər və onların əlamətləri haqqında vaxtında məlumat versinlər ki, çünki insan anlasın ki, yəni bu əlamət, bu xəstəlik axırda bununla nəticələnə bilər, daha ciddi problemlərə gətirib çıxarda bilər və məsuliyyəti hiss edərək və istərsən belə deyək də bir qədər bir qorxu hissi ilə də olsa həkimə yaxınlaşsın və vaxtında müalicəsini alsın. Sualın cavablandıraq. Yəni ümumiyyətlə əməliyyatlardan, göz əməliyyatlarından sonra ümumiyyətlə nəzərə alsaq həm də yaşlı insandır, yəni 91 yaşı var, Allah ömür versin. Toxumaların özündə boşluqlar var. Və istər-istəməz göz qapaqlarının dərilərində də qırışlanma var və əgər orada piy toxumasının artıq olması varsa, belə göz qapaqlarında sallanma olur. Mən belə başa düşürəm ki, Cərrahın müdaxiləsi var axı. onu da söyləyəcəm. Mən belə başa düşürəm ki, yəni həkimin yazdığı dərman bu lubrikantlardır, yəni gözdə tökülən, gözdə quruluq hissini aradan qaldıran nəmləndirici damcılardır. Tamamilə fəsadsızdır, uzun müddət tökülə bilər bu dərmanlar. Amma xəstənin o dediyi şikayət elə bir ki, gözüm yumulur deyə bu üst göz qapağının sallanmasıdır. Və belə bir hal baş verdikdə əlbəttə ki, əgər ehtiyac varsa, yəni əgər göz qapağı o dərəcədə sallanırsa ki, gözün görməsini əngəlləyir, o zaman burada əməliyyat eləməyin mənası var. Amma burada yaş faktorunu da nəzərə almaq lazımdır. Hər bir belə deyək də addım, cərrahın atdığı addım həmişə tərəziyə qoyulmalıdır. Verə biləcək nəticə və ola biləcək fəsadlar. Əgər burada çox cüzi bir hissiyatdırsa, mənim fikrimcə burada yenə də elə damcılarla və s. Bu xəstənin yəni davamlı şəkildə komfortlu yaşamasını saxlamaq lazımdır. Əgər yox, bu doğrudan da o dərəcədədir ki, görməyə əngəl törədir. O zaman əlbəttə ki, cərrahi müdaxilə oluna bilər. Aydındır. İstənilən halda. Niyə görə biz elə bir şey edirik? Həqiqətən, niyə görə elə bir şey edirsiniz? Misal üçün, bu damcı mənə xeyir eləmişdi, sizə xeyir eləməyə bilər və yaxud da tam tərsinə. Siz niyə görə tövsiyələrə uyursunuz? Niyə həkimə getmirsiniz? Çox maraqlıdır. Bilirsiniz niyə getmir? Az əvvəl Ergün həkim dedi ki, bəlkə maddiyyatları yoxdur. Verilən müalicələri tətbiq etsinlər. Kontrolsuz dərmanlardan istifadə etməsinlər. Ən birincisi, biz tez-tez rast gəldiyimiz deksametazon tərkibli dərmanların mütəmadi istifadəsi. Çünki bu dərman qarmonal dərmandır, baxmayaraq ki, bizim bədənimizdə olan bir maddədir. Amma uzun müddət gözə təsir etdikdə həm qara su, həm mirvari su kimi ciddi xəstəliklərə gətirib çıxardır. Ona görə DEX, axırında DEX olan hər hansı bir göz damlaları və göz mərhəmlərini kontrolsuz şəkildə uzun müddət istifadə etməsinə ciddi problemlərə gətirib çıxardır və gözlərin qorusunlar. Bunlar haqqında yəni gözləri nə cür qorumaq lazımdır? Yetəri qədər məlumat var həm internet, həm kütləvi vasitələrdə. Hansı qidalar daha xeyirlidir? Onlara diqqət etsinlər. Biz növbəti efirlərdə bu haqqında danışacağıq həkim.